7 sentyabrla əlaqədar anım gündən Fəxri Xiyabana gəlmişik. Şəhid ailəsi iləyəm. Özü düşmədi maşından, məni ödənişə göndərdi. Orada deyirəm ki, niyə bugün ödənişlidir də bu park yeri də etməyin. Yəni biz şəhid ailələri desə biz onlardan pul götürmürük. Mən gəlim deyim ki, 1 manat 50 qəpiyə görə mən şəhid ailəsiyəm. Fərq etmir. Bir günlük Nəbat bağının yanındakı parkovkanı ayna. Kimdir? Məsuliyyət bilmirəm, üzr istəyirəm, birdən çaşaram, kimsə günahkar edənmərəm. Məncə ödənişsiz eləmək olardı. Kimsə də gəlib deməz ki, mən şəhid ailəsiyəm, mən qaziyəm, yəni mənə 1 manat pul çıxma kartımdan. Bunu nəzərə almaq lazımdır ki, bugün Nəbat bağının avtodayanacağına sırf şəhidlər üçün gəlinib. Səhvim varsa buyurun deyin ki, səhvsən. Bugün olaraq İstər pul olsun, istəyir olmasın, fərqi yoxdur. Siz də bunu ihsan eləyərdiniz. O boyda 2 oğul yatır orada. Hə? Yo, gedib deməliydim, sən Allah, mən şəhid ailəsiyəm, 1 manat 50 qəpik ödəməyim. Allah gözünüzü doydursun.